Salam. Belə bir sual paylaşmışdıq. Verilmiş cədvəldə doğru fikrin verildiyi xana qara, yanlış fikrin verildiyi xana ağ rəngdə olmalıdır. Hansı variantda bu uyğunluq gözlənilmişdir? Baxın cədvələ, cavabınızı müəyyənləşdirin. Daha sonra keçək bizim cavaba və izaha. İzaha keçməmiş qeyd edeyim ki, 051 537 90 86 nömrəsindən WhatsApp-da yazaraq həm onlayn dərslərimiz haqqında məlumat ala bilərsiniz, qeydiyyatdan keçə bilərsiniz, həm də onlayn sınaq paketlərimizi əldə edə bilərsiniz. İndi keçək variantlara, daha doğrusu cədvəlin xanalarına. Birinci xanada yazılıb ki, əylənmək amonim sözdür. Məna taylarından biri əyləc sözü ilə eyni köklüdür. Bu fikir doğrudur. Çünki əylənmək bir xoş vaxt keçirmək, oynamaq mənasını verir. Bir də əylənmək, yuvanmaq deməkdir. O Şəhriyarın şeirində var, əylən sənə çay demişəm, o. Bizim ədəbi dilimizdə var o və amonim sözdür. Həmin o ikinci əylənmək sözündə kökü əylə sözüdür. Əylə, yəni yavaşıt, yubat mənasını verir. O da bu əyləc, tormoz dediyimiz sözlə eyni köklüdür. Çünki onun da kökü əylə deməkdir. Deməli, buradakı fikir doğrudur. Doğrudursa, qara olmalıdır bu. Qara. Keçək onun altındakı fikrə. Bərkdən yapışıb cümləsində zərf işləndiyini ehtimal etmək olar. Bunu sifət kimi düşünmək olar. Məsələn, yumşaqdan yox, bərkdən yapışıb. Bərk maddədən yapışıb. Bəs zərf kimi düşünmək olarmı? Qətiyyən. Bərkdən sözü zərf kimi uca səslə mənasını verir. Məsələn, bərkdən danışır, bərkdən gülür, bərkdən komandalar verir və s. Bərkdən yapışmaq zərf kimi ola bilməz. Yəni, bərk yapışmaq olsaydı zərf olardı. Bərk yapışmaq olsaydı o da zərf olardı. Amma bərkdən sözü heç bir halda zərf ola bilməz burada, yapışıb nümunəsində. Ona görə də bu fikir yanlışdır. Yanlışdır deyə bu olmalıdır ağ. Keçək öbürsünə. Əvvəl, bəri, sonra sözləri həm zərf, həm qoşma kimi eyni məna növünə aiddir. Bu fikir yanlışdır. Çünki əvvəl, sonra sözləri həm zərf, həm qoşma kimi zaman bildirir. Zaman məna növünə aiddir. Amma bəri sözü üçün bunu deyə bilmərik. Çünki bəri sözü qoşma kimi zaman bildirir, amma zərf kimi yer bildirir. Deməli, bu fikir yanlışdır. Ağ olacaq. Bir cümlədə həm üçün, həm görə, həm ötürü qoşmaları varsa, o cümlədə ismin minimum 3 müxtəlif halında olan sözlər işlənmişdir, doğrudur. Çünki bu sözlər hərəsi bir hala qoşulur. Görə yönlüyə qoşulur, üçün adlıq və ya yəliyə qoşulur, ötürüdə çıxışlığa qoşulur. Deyə bilərsiniz ki, bəlkə qoşulduğu söz isim deyil, məsələn, sifətdir, ola bilər. Amma yenə də o ismin halındadır. Məsələn, deyəndə ki, gəncləri çağırdılar. Burada söz təsirlik haldadır. Demirik ki, sifətin təsirlik halı, ismin təsirlik halıdır nəticədə. Yəni, isimləşsin gərək ki, hal şəkilçisini qəbul edə bilsin. Deməli, buradakı fikir doğrudur. Doğru. Doğru. Yazaq ki, qara. Deməli, qara, ağ, qara olmalıdır cavab. Hansı variantda onu görürük? A variantında. Düzgün cavab